أكبر الله أكبر. Hazırda biz Təzəpir məscidindəyik və bayram namazı qılındı. Bayram namazından sonra isə qurbanlar kəsilir və ehtiyacı olan ailələrə paylanılır. Xalqımıza, millətimizə, dövlətimizə dualar edildi. Dünyadan keçən bütün şəhidlərimizə, ruhlarına dualar etdik və xalqımıza sülh, əmin-amanlıq dilədik. Elə buradan da üst tutduq Keşlədə təşkil olunan ət kəsim satış məntəqəsinə. Qurban bayramı ilə əlaqədar paytaxtda və bölgələrdə qurbanlıq heyvanların satışı üçün xüsusi məntəqələr yaradılıb. Məqsəd vətəndaşlara təhlükəsiz və gigiyenik xidmət göstərmək, eləcə də prosesin baytarlıq norma və qaydalarına uyğun şəkildə təşkilidir. Əvvəla heyvanlar Bərdə, Beyləqan rayonlarımızdan gətirilir. Bütün heyvanlar müəssisəyə daxil olduğu zaman baytar sertifikatına daxil olunur. Baytar sertifikatına daxil olmayan heyvanlar müəssisəyə buraxılmır. Heyvanlar müəssisəmizdə yalnız diri şəkildə satılır. Xırda buynuzlu heyvan 10 manat 50 qəpiyə, iri buynuzlu heyvan isə 8 manat məbləğində satış icra olunur. Qiymətlər çox gözəldir, çox qəşəngdir. 10 manat 50 qəpiyə 250 manata çıxır da, 200 manata, 250, 300 manata yaxşıdır. Neçə vers kilosunda? Kilosunu baxır heyvanın çəkisinə, deməli 19 manatdan 21 manatacan qiymətlər var. Qiymətlər də deyim ki, münasibdir. Həqiqətən də 19 manata da var, 20 manata da var. Aldınız mı? 2 manata qədər. Bəli, mən aldım, amma sabah kəstirəcəm inşallah. Neçəyə aldınız? Neçə kilodur? Mən aldım 18 kilo 19 manatdan. Quzu çəkisinə görədir. Məsəl üçün 17-dən biraz yuxarı 20 manatdır ətinin qiyməti. Biraz aşağı 21-ədir belə. Amma biraz çox böyük olanda 25-28 alanda onların qiyməti 19-a, 18-ə də vermək olur. Yəni satış bu dəqiqə elədir. Ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış kəsim, 27-sində yalnız satış, 32-sində isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Hər bir məntəqədə baytar nəzarəti var. Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin və Azərbaycan Qida Təhlükəsizlik İnstitutunun əməkdaşları bu günlərdə, yəni 27 may və 28 may tarixlərində gücləndirilmiş iş rejimində çalışırlar. Buna əlavə bildirim ki, işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçında da qurbanlıq heyvanların kəsimi və satışı məntəqələri fəaliyyət göstərir. Vüqar Alışov, Elmir Ağayeva, Elxan Axundov, Mirəziz Mirəloğlu, Pərviz Mustafayev, ASTV xəbər.